Gəlin deyim ikinci hissə test toplusundan fiqurların sahəsi mövzusundan 52-ci suala baxaq. İlk öncə sualımızı yaxınlaşdıraq. Bizə deyir ki, ölçüləri 4-6 sm düzbucaqlı formasında torpaq sahəsinin küncləri bu sahənin tərəflərinin orta nöqtələrini birləşdirən dördbucaqlı şəklində hovuz tikirlər. Hovuzun sahəsini tap. İlk öncə ümumi düzbucaqlığını A, B, C, D adlandıraq. Və ümumi düzbucaqlığını deyir ki, və içəridəki düzbucaqlığının da, daha doğrusu dördbucaqlığının da tərəflərini adlandıraq. Bir M, N, K, Y. Bizdən M, N, K, Y-nin sahəsini istəyir. Və bizə deyir ki, ümumi AB 4-dür və bu BC də 6-dır. Ümumi ABCD-nin sahəsini tapaq. S, ABCD bərabərdir 4 vurulsun 6, bərabərdir 24. Biz bilir ki, düzbucaqlığın sahəsi N-in uzuna hasildir. Və tərəflərin orta nöqtələrini birləşdirən fiqurun sahəsi isə həmin kənardakı, yəni ABC dördbucaqlığın sahəsinin yarısına bərabər olacaq. Buna variant teoremi deyirlər. Bu zaman yaza bilərik. S, M, N, K, Y bərabərdir. S, A, B, C, D bölünsün 2. Yəni 24 bölünsün 2 bərabərdir 12. Cavab